Hüseynov Fuad Əsgəroğlu, Hüseynov Fatihin atasıyam. Hadisə bir neçə gün bundan qabaq baş verib. Mən işdəydim, evdə mənə xəbər elədilər ki, uşağın başında zədə var. Gəldim, tanış oldum, gördüm ki, uşağın başın orta hissəsində açıq yara var. Və müəlliməsi ilə əlaqə saxladıq. Müəlliməsi dedi ki, başqa bir uşaq karandaşla ona vurub, amma karandaş izi deyildi. Getdik, ailəmizlə birlikdə getdik, kursdan əvvəlcə kamera görüntülərini tələb elədik. Onlar kamera görüntüsü verməyə çəkindilər. Sonra bizim təkidlərimizdən sonra kameranı baxdıq və kameraya baxan müddətdə müəlliməsi özü dedi ki, mən vurmuşam, səhv eləmişəm və kamerada açıq-aşkar görsənir ki, köməksiz vəziyyətdə olan az yaşlı bir uşağa, yəni 4 yaşlı bir uşağa bilərəkdən fiziki, sərt bir cisimlə xəsarət yetirir və uşağı başından qan axır və ilkin tibbi yardım göstərir.